SMS'i və mənə də gəlib. İnternet tanımalıyız. Beş mərtəbə müsabiqəsinin birinci mərtəbəsində verilən sual dinləyicimizə 0.70'də başlayan 105.5'də bir nömrə hədiyyə eləyirdi və bu hədiyyəni alan dinləyicimizin adı artıq məlumdur. O hamıdan. Kimdir o sürətlə yazılan? Görürsən, harada? Natiq Əliyevdir bu. Bəli, qədim Azərbaycan adının daşıyıcısı Natiq Əliyev. Sabahın xeyr olsun Natiq. Salam. Necəsən Natiq? Sağ olun. Xanım sizə də salamlar olsun. Çox sağ olun. Buyurun, problem deyil. Natiq, yatmışsan ey Natiq, oyan. Yatmamışam. Məsələn? Necə yatmışsan? Yuxulu yapılır. O eyni şey dedi. Səhər altına duranların SMS-i gəlmədi, yuxulu Natiqin SMS-i birinci gəldi. Halal olsun sən. Çünki inanırsam bu vaxta qədər dərs oxumağın aram olmayıb, amma iyun onu yadda saxlamışam tarixdə. Bu ümumiyyətlə elə bir faktdır ki, yəni Azərbaycan bayrağının rənglərinin sayı kimidir. Yəni bunu yaddan çıxarmaq, bilməmək mümkün deyil. Kimsə bunu... Millilər Fatihə sözü kəsən 1968-ci ildə. Nədir? 1968-ci ildə nə? Ağır mağarasında at sənəsini tapılmışdır. Hə, mən də 68-ci ildə, hə? 68-ci ildə alt çənə sümüklərin hamısı indikilərə oxşur. Bu alt çənə sümüyünün formaları biraz başqa idi. Bu Azıq mağarasında tapılır.